Deməli, övlad tərbiyəsi haqqında olan mövzunun 5-ci əsası barəsində danışacağım. Övladlara gözəl adlar seçmək. Yəni, hər bir müsəlman, valideyn diqqətli olmalıdır, fikirləşməlidir, düşünməlidir ki, övladlara gözəl ad seçmək övladların tərbiyəsində əsas rollardan biridir. Necə ki, müəllif də zikr edir burada, övladların salih tərbiyə olunmasına kömək edən əsas amillərdən biri də valideynlərin öz uşaqlarına yaxşı ad seçməsidir. Deməli, burada müəllif bu adı qeyd etməklə, adın seçilməsini qeyd etməklə nəyi zikr edir? Yəni, uşaqların tərbiyəsində əsas rollardan biridir. O ad ki, əziz qardaşlar, xüsusilə o uşağı, o övladı böyüyəndə Allaha itaat etməyə bağlayan ad. Adların hamısının müəyyən mənası var. Və elə ad seçilməlidir ki, övlada o ad, o uşağı Allaha itaat etməyə, ibadət etməyə bağlayan ad olsun. Necə ki, burada müəllif zikr edir, misal üçün Abdullah kimi, Abdurrahman kimi, Muhammed kimi, Salih kimi və bu cür adların və s. kimi bu cür gözəl adların uşaqlara qoyulması uşaqların həyatında müsbət təsir göstərir. Necə ki, deyir ki, yəni adın bəzən çox hallarda, əksər hallarda insana öz təsirini bağışlayır.